Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Namazov Riyaziyyat qiymətləndirmə kitabının ikinci hissəsindəki test və tapşırıqlar sizinlə birlikdə işləməyə davam edəcəyik. Artıq səhifə 37-dəyik, 8-ci bölməyə başlayırıq. Bölmənin adı pullar, mövzumuzun adı pullar və onluq kəsirlər. Test 1-dən başlayırıq. Birinci sualda deyir ki, aşağıdakı bərabərliklərdən neçəsi doğrudur? 3 manat 35 qəpik bərabərdir 3,35-ə. Bu doğrudur. 8 manat 78 qəpik 8,87 yox, 8,78 olmalı idi. Bu səhvdir. 12,36 qəpik 12,36 manat düzgündür. 7 manat 75 qəpik 7,75 manat bu da düzgündür. 3'ü doğrudur. C variantı. Bir kitabın qiyməti 7 manat 85 qəpik, bir albomun qiyməti isə 6 manat 40 qəpikdir. Ümumi məbləği onluq kəsir vasitəsilə manatla ifadə edin. Deməli, kitabın qiymətini onluq kəsir şəklində göstərmək istəsək, yazırıq 7,85, albomun qiyməti isə 6,40. Ümumi məbləğ deyir, yəni bunları toplamalıyıq. 5, 12, 13, bir yaxud da 14, 14,25 manat B variantı. Mərtəbə cədvəlində verilmiş məbləği onluq kəsir vasitəsilə manatla ifadə edin. Deməli, onluqlarında 2 onluq var. Deməli, 20 manat eləyir. Burada da 3 dənə 1 manat var. Bu olur 23 manat. 23 tam, yəni. Onda birində 4 dənə 10 qəpik var. Yüzdə birində də 10 qəpikdir, bu 20 qəpikdir. 10 qəpikdir. 2 dənə 3 qəpikdir bu deyəsə. 2 3-ə 6, 4-ə 10-a 40, 46. 23'dan %46 manat D variantı. Aşağıdakı bərabərliklərdən neçəsi doğru deyil? 3,68 manat bərabərdir 3 manat 68 qəpiyə. Bu doğrudur. 20,115 manat bərabərdir 20 manat 5 qəpiyə. Yox, 20 manat 15 qəpiyə olmalıydı. Bu səhvdir. Yəni, manatın sayı tam hissədəki ədədə bərabərdir. Qəpiyin sayı da kəsir hissədəki ədədə bərabər olmalıdır. Burada kəsir hissədə 15-dirsə, deməli 15 qəpik olmalıdır. Əslində çox asan mövzudur bu, çətin bir şey yoxdur burada. Sonra 32,165 manat 3 manat 56 qəpik. Xeyr, bunun nə tam hissəsi uyğundur, nə kəsir hissəsi düzgündür. 7,42 manat bərabərdir 7 manat 42 qəpik. Bəli, bu da doğrudur. Hissəsi soruşur. 2 dənəsi. B variantı. Əlinin 25,45 manat pulu var idi. O birinin qiyməti 4 manat olan 3 qələm aldı. Onun qalan pulunu onluq kəsir vasitəsilə manatla ifadə edin. Birinin qiyməti 4 manatdır və 3 ədəd alırsa 4'ü 3'ə vururuq. 12 manat deməli pul veribdir. Və 25,45 var idisə bundan çıxırıq şara verdiyi pulu. Yəni 12 manatı. Qələmə şar hardan çıxdı? Qələm alıbdır. Deməli 45 gəlir aşağı. 25'dən 12'ni çıxırıq 13. 13,45 A variantı. Keçdik 38-ə 6-cı suala baxırıq. Azərin 4,2 manat pulu var idi. O pulunun 5'də 4 hissəsini marketdə xərclədi. Onun neçə qəpik pulu qaldı? Deməli biz bunu qəpiyə çevirərik ki, bunun 5'də 4 hissəsini tapa bilək. Dəqiqə düzəlsin. 4,2 manat. 4 manat bilirik ki 400 qəpikdir. Bu da 20 qəpik deməkdir. Onda birdə olduğuna görə ona vururuq 20 olur. Deməli bu 420 qəpik eləyir. Və bunun 5'də 4'ünü tapmaq üçün 5'ə bölüb 4'ə vururuq. 5'ə böləndə 84, 4'ə vuranda 336. İndi bunun deyir bu qədərin xərcləyib. Yəni 420 qəpiyin 336'sını xərcləyibdir. Çıxaraq tapacaq ki, bizdən soruşur nə qədər qəpik qaldı. 10'dan 6 4, 11'dən 3 8. 84 qəpik D variantı. Rəvanənin 3 ədəd 5 manatlıq, 7 ədəd 1 manatlıq, 5 ədəd 10 qəpiklik, 4 ədəd 3 qəpikliyi var. Onda olan pulun məbləğini onluq kəsir vasitəsilə manatla ifadə edin. Deməli 3 ədəd 5 manatlıq 3'ü 5'ə vururuq. Üstəgəl 7 ədəd 1 manatlıq 7'ni 1'ə vururuq. Üstəgəl 5 ədəd 10 qəpiklik. Burada qarışacaq 5'i 10'a vuranda. Çünki bunlar manatlandır, bunlar qəpikləndir. O sizi çaşdıra bilər. Bunları əvvəlcə manatları hesablayaq, sonra qəpikləri hesablayarıq.
Və nə dediyimi də başa salacağım ki, nə demək istəyirəm. 3-ü 5-ə vururuq, 15, 7-ni 1-ə vururuq, 7, 15 ilə 7-ni toplayırıq 22. Və uşaqlar nəyi səhv edirlər? 5-i 10-a vuranda 50 eləyir. Sonra 22-nin üstünə 50 gəlir. Cavab deyir 72 və yaxud da davamında həll edir. Görür cavabı tapmır. Biz 22-nin üstünə 50 gələ bilmərik. Çünki bu 22 manatdır, bu isə qəpikdir. Ona görə yaxşı olar ki, qəpikləri ayrı hesablayaq. 5 vurulsun 10, üstə gəl 4 vurulsun 3. 5-i 10-a 50, 4-ü 3-ə 12, 50 ilə 12 62. Bu oldu 62. Yəni 22 manat 62 qəpik. A variantı. Əli marketdə 11,75 manat, bazarda isə bundan 2,9 manat çox pul xərclədi. O market və bazarda cəmi nə qədər pul xərclədi? Onun xərclədiyi məbləği onlu kəsir vasitəsilə manatla ifadə edin. Deməli, marketdə 11,75 manat. Bazarda isə bundan 2,9 manat çox. Çox deyirsə toplayırıq vergülün altında. 5 gəlir aşağı, 7 ilə 9, 16, 6 yazırıq 1 yadda, 1 ilə 2, 3, 1 yadda 4, bu da 1. Deməli, bu bazarda xərclədiyidir. İndi cəmi nə qədər pul xərclədi soruşur. Marketdə 11,75 idi. Üstə gəl, bazarda da 14,65. Bunları toplayanda 10, 1 yadda, 13, 1 yadda, 14, 5, 1 yadda, 6, bu da 2. 26 tam %40. Onlu kəsirlə deyir, onlu kəsirlə ilə cavabı tapmışıq. 9-a baxırıq. Cədvəldə hər uşağın daxilindəki pulların sayı qeyd olunub. Məbləğləri onlu kəsirlər vasitəsilə manatla ifadə edin. Deməli, Rəvanənin pulunu tapmaq üçün yazaq Rəvanə. 5 manatlıq 2 ədəd. 5-i 2-yə vurduq 10. 1 manatlıq 3 ədəd. 1-i 3-ə vurduq 3. Bunlar qəpikdir. Digərləri. Ona görə əvvəlcə manatları toplayaq. 13 eləyir. 13 manat. 13 manat. İndi qəpikləri hesablayaq. 2 ədəd 20 qəpik, bu olur 40. 5 ədəd 3 qəpik, bu olur 15. 4 ədəd 1 qəpik, bu da olur 4. Bunları da toplayaq. 40-ın üstünə 15, 55, üstünə də 4, 59 qəpik. 13 manat 59 qəpik Rəvanənin puludur. Keçək Şəhlaya. Manatlarını hesablayaq. 3 ədəd 5 manatlıq. Oldu 15 manat. Bura qeyd edək. Sonra 1 manatlığı yoxdur. 20 qəpiklik 3 ədəddir. 3-ü 20-yə vuranda 60 eləyir. 3 qəpiklik 4 dənədir. 3-ü 4-ə vuranda 12 eləyir. 1 qəpiklik 6 ədəddir. Bu da eləyir 6. Bunları toplayaq. 60-ın üstünə 12, 72, üstünə 6, 78 qəpik. Deməli, 15 manat 78 qəpik. İndi keçək Kəmaləyə. 5 manatlığı yoxdur. 8 ədəd 1 manatlığı var. Bu eləyir 8 manat. 4 ədəd 20 qəpiklik. 4-ü 20-yə 80 və 7 ədəd 1 qəpikliyi var. 7-ni də 1-ə 7. Bu da olur 87. Deməli, 8 manat 87 qəpik. Muradın 28,64 manat pulu var. Onun 5 ədəd 3 manatlığı, 3 ədəd 1 manatlığı, 4 ədəd 10 qəpikliyi və bir neçə 3 qəpikliyi var. Muradın neçə ədəd 3 qəpikliyi olduğunu tapın. Əvvəlcə manatların hesablayaq. 5 ədəd 5 manatlıq, üstə gəl 3 ədəd 1 manatlıq. Bu eləyir 5 ilə 5, 25, üstünə də 3 gəndə 28 manat. İndi qəpiklərini hesablayaq. Qəpiklər 4 ədəd 10 qəpiklikdir. Yəni 4-ü 10-a vuranda 40 eləyir. Bu da eləyir 28-in də üstünə 0,40 yazaq onlu kəsir şəklində qəpiyi. Bu eləyir 28,40. Qalanı da deməli 3 qəpikdir. Ümumi 28,64 idi pulu. Bundan çıxırıq. Bu pulu eləyir 24 qəpik. 0,24. 24 qəpiyi də 3 qəpiklərləndirsə, 24-ü 3-ə bölüb tapırıq ki, 3 qəpiklərin sayı 8-dir. Keçirik səhifə 39-a, test 2-yə. Aşağıdakı bərabərliklərdə neçəsi doğru deyil? 7 manat 48 qəpik bərabərdir 7,48-ə. Düzdür. 12 manat
45 qəpik olmalıydı. 12 tam %45 bu səhvdir. 5 manat 84 qəpik bərabərdir 5 tam %84 manata. Bu da düzdür. 6 manat 36 qəpik bərabərdir 16 tam %36 olmalıydı. Burada 63 yazılıb. Deməli ikisi düz, ikisi səhvdir. B variantı. Bir qələmin qiyməti 3 manat 35 qəpik. Bir kitabın qiyməti isə 9 manat 80 qəpikdir. Ümumi məbləği onlu kəsir vasitəsilə manatla ifadə edin. Deməli 3 tam %35-dir biri. Digəri də 9 tam %80-dir. Bunları toplayıb ümumi məbləği tapacaq. 5, 11, 12, 1 yadda 13. 13 tam %15. A variantı. Mərtəbə cədvəlində verilmiş məbləği onlu kəsir vasitəsilə manatla ifadə edin. 3 dənə 10 manatlıq var. Bu olur 30. Bir dənə 5 manatlıq bu oldu 5. 2 dənə 20 qəpiklik 40 qəpik. Bu da deyəsən 1 qəpikdir. Bir dənə 1 qəpik 7 dənədirsə 7-ni 1-ə vuruq 7. 30 ilə 5 35. 35 tam 40 ilə də 7-ni toplayırıq 47. 35 tam %47 manat C variantı. Aşağıdakı bərabərliklərdən neçəsi doğrudur? 2 tam %37 manat bərabərdir 2 manat 37 qəpiyə. Bu doğrudur. 31 tam %28 manat bərabərdir 31 manat 28 qəpiyə. Bu da doğrudur. 17 tam %65 bərabərdir 17 manat 56 qəpiyə yox. 17 manat 65 qəpiyə olmalıydı. 23 tam %87 də 23 manat 87 qəpiyə olmalıydı. İkisi doğru, ikisi yanlışdır. Sabuhinin 32 tam %75 manat pulu var idi. O birinin qiyməti 7 manat 50 qəpik olan 2 albom aldı. Onun qalan pulunu onlu kəsir vasitəsilə manatla ifadə et. 7 manat 50 qəpik, yəni 750 qəpik 2 ədəd alırsa 2-yə vururuq, tapırıq ki, alboma nə qədər pul veribdir. 1500 qəpik, yəni 15 manat. 32 tam %75-dən də alboma verdiyi 15 manatı çıxırıq. Sıfırları yazaq bura. Ondan 5-dən 5, yəni 75 gəlir aşağı qısaca. 12-dən 5, 7, 2-dən 1, 1. 17 tam %75 manat D variantı. Keçdik 40-a. Kamilin 7,2 manat pulu var idi. O pulun onda 9 hissəsini bazarda xərclədi. Onun neçə qəpik pulu vardı? 7,2 720 qəpikdir. Qəpiyə çevirsək 7 manat 700. Bu da 20 qəpik deməkdir. 720-nin onda 9 hissəsini tapaq. 10-a bölüb 9-a vururuq. 72 ilə 10-a böləndə 72-ni də 9-a vuraq. Deməli 64. 648. Bizdən soruşur ki, nə qədər pulu qaldı? 720 idi, 648-in xərcləyibsə, çıxırıq bundan 648. 10-dan 8, 2, 11-dən 4, 7. 72 qəpik qaldı C variantı. Muradın 1 ədəd 10 manatlıq, 6 ədəd 1 manatlıq, 3 ədəd 20 qəpiklik, 6 ədəd 3 qəpiklik var. Onda olan pulun məbləğini onlu kəsir vasitəsilə manatla ifadə edin. 1 ədəd 10 manatlıq, elə 10 manat deməkdir. 6 ədəd 1 manatlıq, altın 1-ə vuruq, 6 manat deməkdir. 3 ədəd 20 qəpiklik, manatları bir toplayıb qəpikləri bir toplayaq ki, qarışmasınca. Bu elədi 16 manat. İndi 3 ədəd 20 qəpiklik 60 qəpik, 6 ədəd 3 qəpiklik 18 qəpik. Bunları da toplayanda 78. Deməli 16 manat 78 qəpik. Bu da D variantında verilib. Bir qutu karandaşın qiyməti 12,5 manat, bir albomun qiyməti isə bundan %75 manat ucuzdur. Bir qutu karandaş və bir albom alan alıcının xərclədiyi məbləği onlu kəsir vasitəsilə manatla ifadə edin. Deməli, bir qutu karandaş 12,5-dir. Bir albom isə bundan ucuzdur. Ucuzdursa çıxırıq. 3,75. Vergülün altında diqqət edirik. Bura 0 əlavə edə bilərik. Ondan 5 çıxarıq. 5. Burada 4 qaldı. 14-dən 7, 7. Burada 11 qalıb. 11-dən də 3, 8. İndi ikisini də alırsa, ikisini birlikdə toplayırıq. 12,5 karandaşın qiyməti üstə gəl 8,75 albomun qiyməti. Bu edir 5, bu edir 12. 2 ilə 8, 11 yadda 11, bu da 2. Deməli 21,25. Cədvəldə hər uşağın daxilindəki pulların sayı qeyd olunub, məbləğləri onlu kəsirlər vasitəsilə manatla ifadə edin. Deməli, Muradı tapaq əvvəlcə. Qeyd edək. Murad. 3 ədəd 10 manatlığı varsa, bu elədi 30. 2 ədəd 1 manatlığı varsa, 2-in 1-ə 2. 4 ədəd 10 qəpiklik varsa, 40 qəpik. 7 ədəd 3 qəpiklik varsa, 21 qəpik. Manatları bir toplayırıq 32 tam. Qəpikləri də bir toplayırıq 61. 32 tam %61 manat. Bu Muradın puludur.
İndi keçək Sənanı tapaq. Sənan. Sənanın 2 ədəd 10 manatı varsa 2-ni 10-a vuruq 20. 1 ədəd 8 manatı varsa 8. 5-i 10-a vuruq 10 qəpiyini tapmaq üçün 50. 6-nı 3-ə vuruq 18. Deməli manatları toplasaq 28. Qəpikləri toplasaq 50 ilə 18 68. 28 tam %68 manat. Bu da Sənanın pulu. İndi Kəmili tapaq. Kəmil nəymiş? Cəmil olar yəqin ki. 4-ü 10-a vururuq 40. 1 manatlığı yoxdur. 3-ü 10 qəpiyə vururuq 30. 8-i 3-ə vururuq 24. 40 tam qəpikləri də toplasaq 54. 40 tam %54 manat. Keçək ona. Ayselin 24 tam %95 manat pulu var. Onun 2 ədəd 10 manatlığı, 4 ədəd 1 manatlığı, 3 ədəd 20 qəpikliyi və bir neçə 5 qəpikliyi var. Ayselin neçə ədəd 5 qəpikliyi olduğunu tapın. Yenə manatları bir toplayaq. 2 ədəd 10 manat eləyir 20 manat. 4 ədəd 1 manat da eləyir 4 manat. Bu oldu 24. Qəpikləri də bir toplayaq. 3 ədəd 20 qəpik 20-yə vurarıq 60. 24 manat 60 qəpik elədi. Bunlar birlikdə. Ümumi 24.95-dirsə 24.95-dən çıxırıq 24-dən %60-ı. Qalır orada 35 qəpik. Və bunlar da 5 qəpiklədirsə 35-i də 5-ə bölüb 5 qəpiklərin sayını tapırıq ki 7-dir. Keçirik səhifə 41-ə. Növbəti mövzumuz pullarla hesablamalar. Test 3-lə davam edirik. Onlu kəsrlə yazmaqla cəmini tapın. 9 tam %53-dür birincisi. İkincisi 7 tam %48'dir. Üçüncüsü də 9 tam %28'dir. Yəni manatı tam hissədə yazırıq. Qəpikdə kəsir hissədə yazırıq. Təklikləri toplayaq. Daha doğrusu bu %1 mərtəbəsidir. 3 ilə 8 11, üstünə 8 19, 9 yazdıq. 1 yadda. 5 ilə 4 9, üstünə 2 11, 1 də yadda 12, 1 yadda. 2 ilə 9 18, üstünə 7 gələndə 25. Bir də yadda 26. 26 tam %29 manat A variantı. 6 tam onda 6 manatın 4də 3 hissəsi ilə 2 tam onda 5, 2 tam %55 manatın fərqi nə qədərdir? Bunu tapmaq üçün biz qəpiyə çevirərik. 6 manat 600-dür. Yanında da 60 qəpik var. 660-ın 4də 3 hissəsini taparıq. 4-ə böləndə deməli bir dəfə 26-nın içində 6 dəfə, 20-ci də 5 dəfə. Bunu da 3-ə vururuq. 15, 19, 460, 495. Deyir bununla 2,55 2,55'in fərqi nə qədərdir? Bunu da onluq kəsirlə göstərək. 4,95'dir. 495 qəpik. Bundan fərqi deyirsə çıxırıq 2,55'i. Bu eləyir 2,40. Yəni 2,4. D variantı. Alıcı 1 kilogram yağ, 2 kilogram kalbasa, 3 kilogram konfet üçün 50 tam %25 manat pul ödədi. 1 kilogram kalbasanın qiyməti 7,5, 1 kilogram konfetin qiyməti 5,5 olarsa 1 kilogram yağın qiyməti nə qədərdir? Deməli, 1 kilogram kalbasanın qiymətini veribdir və bizə deyir 2 kilogram kalbasa alıb. Ona görə kalbasanın qiymətini biz 2-yə vurmalıyıq. Bunu qəpiyə çevirib vura bilərik. 750-ni 2-yə vururuq. 7,5-də vurmaq olar. Sadəcə onu keçməmişik deyə qəpiyə çevirib vuraq ki, düzgün olsun. Bu eləyir 1500 qəpik, yəni 15 manat. Bunu kalbasaya verib, bu qalsın bir qıraqda. Sonra konfetin də qiymətini verib, 5,5-dir və 3 kilogram alıbsa, deməli bunu da 3-ə vurmalıyıq. Bunu da yenə qəpiyə çevirək. 550-ni vuraq 3-ə. Bu da eləyir 1600 qəpik. İndi biz 1 kilogramın yağın qiymətini tapmalıyıq. Bu ikisini birlikdə tapaq. Deməli, onluq kəsirə çevirək. 16 tam %50, üstə gəl 15 tam. Sıfırlarda yaza bilərik bura. Bu kalbasa ilə konfetə verdiyi puldur. Bu eləyir 31 tam %50. Cəmi 50 tam %25 verdiyinə görə cəmdən də çıxacaq bu ikisinə verdiyi pulu. Yəni 31 tam %50'ni. 15'dən 5'dən 0 5, 12'dən 5 7, 9'dan 1 8, 4'dən 3 1, 18 tam %75. 1 kilogram yağ almışdı ilə ona görə tapdığımız cavabı seçirik. 2 olsaydı, 3 olsaydı bunu da bölməliydik 2-yə, 3-ə. Deməli düzgün cavab B-dir. 4-cü məsələyə baxaq.
Şokoladın yarım kiloqramının qiyməti 8,5 manatdır. 102 manata həmin şokoladdan neçə kiloqram almaq olar? Yarım kiloqramının qiymətini veribsə, əvvəlcə biz 1 kiloqramını taparıq. Yarısı 8,5-dirsə, bunu da qəpiyə çevirək. 850-dirsə, tamı tapmaq üçün, yəni 1 kiloqramını tapmaq üçün 2-yə vurarıq. Yəni yarısı bu olan ədədi tapmaq üçün 2-yə vururuq. Bu eləyir 1700, yəni 17 manat. İndi deyir 102 manata nə qədər almaq olar? Deməli, bunun üçün də 102-ni bölməliyik 17-yə. Bu da düşəcək 6 dəfə. 6 kiloqram almaq olar. Alıcı qiyməti 7 manat olan konfetdən yarım kiloqram, qiyməti 10 manat olan konfetdən isə 250 qram, qiyməti 8 manat olan konfetdən 300 qram aldı. Alıcı bütün bunlar üçün nə qədər pul ödədi? Əvvəlcə konfetə verdiyi pulu tapırıq. Konfet 7 manatda qəpiyə çeviririk. Bundan yarım kiloqram alırsa, bunun yarısını verir. 700-ü 2-yə bölürük, eləyir 350 qəpik konfetə verir. Sonra 10 manatlıq olan hamısı konfetdir bu arada. Sadəcə qiymətlər fərqlidir. 10 manatlıq konfetdən 250 qram alırsa, deməli bunu necə tapacaq? Biz bayaq yarım kiloqram olduğuna görə bilirik ki, yarım demək 2-yə bölməkdir. Amma 250 qram neçədir? Yəni 1 kiloqramın 250 qramı 1000 qramdan 250 qram kəsr şəklində yazsaq, bunu ixtisar eləsək 4də 1 eləyir. Deməli 10 manatın 4də 1-ini tapacaq. Yəni 1 kiloqramın 4də 1-ini alıbsa və qiymətdə 10 manatsa, onu 4-ə bölüb 1-ə vururuq. Eləmək olmur. Bunu qəpiyə çevirərik. 10 manatı 1000-i 4-ə bölüb 1-ə vuranda bu da eləyir 250. 8 manatdan da 8 manatlıqdan da 300 qram alır. İndi tapaq 300 qram nə qədər hissəni təşkil edir? 1000-də 300 bərabərdir 10-da 3-ə. 100-ə bölsək hər biri 10-da 3 eləyir. Deməli 8 manatın 10-da 3-ünü tapacaq. Bunu da yenə qəpiyə çeviririk. 800-ü 10-a bölüb 3-ə vururuq. 83-ə də vuranda 240. İndi bu üçünü toplamalıyıq. 250 ilə 350 600, 600-ün də üstünə 240, 840. Yəni 8 manat 40 qəpik. Yəni 8,4 manat. D variantı. İndi növbəti məsələyə baxırıq. Balığın 250 qramı 1 manat 65 qəpik. Kalbasanın yarım kiloqramı 3 manat 10 qəpik. 4 kiloqram balıq 4 kiloqram kalbasadan nə qədər ucuzdur? Biz bunların əvvəlcə 1 kiloqramının qiymətini tapacaq. 250 qram bayaq da tapdıq ki, 1 kiloqramın 4də 1 hissəsidir. Yəni 1000-də 250 yazsaq, ixtisar eləsək 4də 1 eləyir. 4də 1-i 165 qəpik olan ədədi tapmaq üçün biz 165-i 1-ə bölüb 4-ə vururuq. Yəni elə 4-ə vuraq və 1 kiloqramın qiymətini tapırıq. Deməli 26, 4, 660 qəpik olur bunun 1 kiloqramı. Bunu da 4-ə vuracaq çünki hərəsindən ya da onu axırda eləyərik. Toplayıb da 4-ə vura bilərik. Kalbasanın yarım kiloqramı. Yarım kiloqram bilirik ki 2də 1-dir. 2də 1-i 3 manat 10 qəpikdirsə, özünü tapmaq üçün, daha doğrusu 3 manat 10 qəpikdirsə, vururuq 2-yə. Bu da eləyir 620. Biz əvvəlcə 1 kiloqramı nə qədər ucuzdur tapa bilərik. 660-dan 620-ni çıxarıq. Bu eləyir 40. 1 kiloqramı 40 qəpik ucuzdursa, 40-ı da 4-ə vurub taparıq ki, 4 kiloqramı nə qədər ucuzdur? 160. Yəni 1 manat 60 qəpik. Hər birini 4-ə vurub sonra da çıxa bilərdik. 660-ı 4-ə vurardıq, 4 kiloqramının qiymətini tapardıq, bunu da vurardıq, sonra onları çıxardıq. Amma bu daha rahat yoludur. 7-yə baxırıq. 3 kiloqram balın qiyməti 78 manatdır. 2,4 kiloqram bal alan alıcı nə qədər pul ödəməlidir? Biz əvvəlcə 1 kiloqramının qiymətini tapmalıyıq. 3 kiloqramı 78 isə 1 kiloqramını tapmaq üçün 78-i bölürük 3-ə, bu eləyir 26. 1 kiloqramı 26-dır. Bu 2,4 alır. 2,4 kiloqram. Bunun üçün vurmaq lazımdır. Amma biz bunu buna vura bilmirik. Çünki onu kəsilən vurmağını keçməmişik. Ona görə bunu biz qrama çeviririk. Bu eləyir 2400 qram. 2400-ü vururuq 26-ya. Sıfırlar qalsın qıraqda. Əvvəlcə 24-dən 26-nı vuraq. 24 2 yadda 12, 2 yadda 14. 2-yə vuraq. 2-nin 4-ə 8, 2-nin 2-yə 48. Bunları toplayaq. 4, 12, 6. 2 dənə sıfırımız vardı. Onu da gətiririk. 62400
qəpik. Bu da bərabərdir 62,4 manata. C variantı. Asif 3 dostu ilə birlikdə istirahət üçün bilet sifariş etdi. Biletin biri 45 manat idi. Lakin Asif xəstələndiyi üçün istirahətə gedə bilmədi və dostları onun da biletinin pulunu ödədilər. Dostların hər biri bir bilet üçün neçə manat artıq pul ödədilər. Deməli, Asif və 3 dostu olur 4 nəfər. 45 manatdırsa 4 dənə bilet alıblarsa 45-i 4-ə vururuq. Bu eləyir 15-i 4-ə və 5-i 4-ə 20, 16, 18, 180 manat pul ödəyiblər. İndi 180-i cəmi 180 manat pul ödəyiblər, amma 3 nəfər ödəyib bunu, çünki Asif getməyibdi. 180-i 3-ə bölürük, hər biri nə qədər pul verib onu tapırıq. Bu eləyir 60. 45 manat idi, 60 manat veriblər. Nə qədər artıq ödəyiblər? Tapmaq üçün 60-dan da 45-ini çıxırıq. Bu da eləyir 15. Turan 10 qələmə verilən pula 15 dəftər ala bilər. O aldığı qələmlərə 3 manat pul vermişsə, bir qələm bir dəftərdən neçə qəpik bahadır? Deməli, 10 qələmə 15 dəftər ala bilər. Aldığı qələmlərə 3 manat pul verib. Yəni 10 qələmə 3 manat pul veribsə, bir qələmin qiymətini tapırıq. Qəpiyə çeviririk 3 manatı, olur 300, ona bölürük 30. Deməli, bir qələmə 30 qəpik pul veribdir. Və deyir ki, bu pula, yəni 3 manata 15 dəftər ala bilərdi. İndi 300-ü 15-ə bölürük dəftərin qiymətini tapmaq üçün. Bu eləyir 20. İndi 30-dan da 20-ni çıxıb tapırıq ki, biri digərindən 10 qəpik bahadır. Əgər Nailə rəsm albomu alsaydı, onun 10 manat pulu qalardı. 15 rəsm albomu alsaydı, onun 15 manat pulu çatmazdı. Nailənin neçə manat pulu var idi? Deməli, 15-dən 10-u çıxırıq. Tapırıq ki, əlavə 5 albom alsaydı, 15 manat pulu çatmazdı. Və yaxud 10 manatı qalmışdı 10 dənə alanda. O 10 manatı da qoyur, hələ üstəlik 15 manatı da çatmırsa, 10 ilə 15-i toplayırıq. Yəni, bu 15 manat olsaydı, deməli, bu əlavə 5 manatı, 5 albomu alardı. 25 edir. Deməli, bu əlavə 5 alboma 25 manat pul lazım imiş. İndi biz bir albomun qiymətini tapmaq üçün 25-i 5-ə bölürük 5. Bizdən soruşur, neçə manat pulu var idi? 10 albom alsaydı deyir, 5-i 10-a vururuq, 10 manatı da qalardı, bunda üstünə gəlirik. Deməli, 60 manatı var idi. Keçirik səhifə 42-yə, test 4-ə. Bir də deyir, onluq kəsirlə yazmaqla 8 manat 47 qəpik, üstə gəl 12 manat, axırda bunların cəmini tapın deyir. Yazaq və toplayaq. 8,47-dir birincisi. İkincisi 12,55'dir. Diqqət edirik. Vergülün altında olsun. Digəri də 4,90'dır. Bunları toplayırıq. 7 ilə 5, 12, 1 yadda. 4 ilə 5, 9, üstünə 9, 18, bir də yadda 19, 1 yadda. 2 ilə 8, 10, üstünə 4, 14, bir də yadda 15, 1 yadda. 1 ilə də həmin 1, 2, 25 %92 D variantı. 2-də deyir 8,92 manat ilə 9,8 manatın 5'də 3 hissəsinin fərqini tapın. Birinci ədədimiz budur, buna dəymirik. Biz ikinci ədədimizi tapmaq üçün bunun 5'də 3 hissəsini tapmalıyıq. Bunun üçün qəpiyə çevirərik. 9 manat 900 qəpikdir, bu da 80 qəpikdir. 980-i 5'ə bölüb 3'ə vurmalıyıq. 5'ə bölsək 9'un içində bir dəfə, 48'in içində 9 dəfə, 30'un içində 6 dəfə 196 elədir. Bunu da 3'ə vuraq. 18, 28, 3, 2 də yata 5, 588. Yəni 5,88 və bununla indi onun fərqini tapmalıyıq. 8,32-dən çıxmalıyıq. 5,88-i. 12-dən 8, 4. 12-dən 8, 4. 7-dən 5, 2. 2,44. C variantı. Alıcı 1 kilogram banan, 3 kilogram ərik, 2 kilogram alma üçün 21,65 manat pul ödədi. 1 kilogram əriyin qiyməti 4,5 manat, 1 kilogram almanın qiyməti 2,5 manat olarsa, 1 kilogram badanın qiyməti nə qədərdir? Deməli, əriyin qiymətini veribdir bizə və deyir 3 kilogram alıb. Deməli, biz bunu 3'ə vurmalıyıq. Bunu qəpiyə çevirərik, 450 eləyir və bunu 3'ə vurarıq. Bu elədi 1350 qəpik. Bunu əriyə verib. Bu qalsın bir qıraqda. Sonra almanın qiymətini veribdi və almada 2 kilogram almışdısa, deməli bunu da 2'yə vururuq. 2,5 manat 250 qəpik deməkdir. Bunu da 2'yə vursaq 500 eləyir. 500 qəpik də buna veribdi.
İndi ikisini birlikdə tapırıq. Əri ilə almaya verdiyi pulu 1350-nin üstünə 500 gəlirik. Bu eləyir deməli 1850. Almandan əriyə verdiyi puldur. Ümumi 21,65-dir. Ümumi puldan 21 tam harda yazım bilmirəm. Heç yer verməyiblər də bu kitab biraz əziyyət verir adama. Aha. 21,65-dən, yəni ümumi məbləğdən çıxırıq. Tapdığımız bu ikisinin cəmin. Bunu da onluq kəsirlə yazsaq eləyir 18,50. Çıxırıq 5, 1, 11-dən 8, 3, məsələn 3,15 manat. 1 kiloqram banan almışdım. Əgər 2 kiloqram, 3 kiloqram alsaydı o tapdığımız qiymətdə bölməli idi, amma ehtiyac yoxdur. A variantını tapdıq. Pendirin yarım kiloqramının qiyməti 4,5 manatdır, 72 manata. Həmin pendirdən neçə kiloqram almaq olar? Yarım kiloqramı bu qiymətdirsə, biz 1 kiloqramını tapmaq üçün yarım kiloqram 2də 1 deməkdir. Ona görə biz qiyməti 2-yə vururuq. 4,5-i 2-yə vurmaq üçün qəpiyə çevirib vurarıq 452-ni. 450-ni 2-yə vuranda 900 qəpik eləyir. Bu da bərabərdir 9 manata. Deyir 72 manata həmin pendirdən neçə kiloqram almaq olar? Kiloqramı 9 manatdırsa, əlimizdə 72 manat varsa, 72-ni də 9-a bölüb tapırıq ki, 8 kiloqram almaq olar. Salih 1 kiloqramı 14 manat 50 qəpik olan pendirdən 300 qram, 1 kiloqramı 12 manat 80 qəpik olan pendirdən 700 qram aldı. Salih aldığı pendir üçün nə qədər pul ödədi? Burada da bayaqki səhifədə olduğu kimi tapacaq ki, 300 qram 1 kiloqramın neçə hissəsidir? 700 kiloqram 1 kiloqramın neçə hissəsidir? 300-ü bayaq tapmışdıq bundan əvvəlki səhifədə, amma yenidən tapaq. 300 qram, yəni mində 300 hissə. Bunu ixtisar eləyəndə 10-da 3 eləyir. Deməli, qiyməti 14 manat 50 qəpik olandan 10-da 3 hissə alıbsa, bunun 10-da 3-ünü tapırıq. Bunu qəpiyə çevirəndə 14 manat 50 qəpik 1450 eləyir. Bunu 10-a bölüb 3-ə vurmalıyıq ki, 10-da 3 hissəyə nə qədər pul verir? 10-a böləndə 145. 145-i 3-ə vuraq. 15, 1 yadda, 13, 3, 435 qəpik. Deməli, bu pendirə verib. İkincisindən isə 700 qram alıb. 1000-də 700-də bərabərdir 10-da 7-yə. Deməli, 10-da 7 hissə alıb. Ona görə qiyməti, yəni 12 manat 80 qəpiyin 10-da 7-sini tapırıq. Ona bölüb 7-yə vururuq. Ona böləndə 128, 7-yə vuranda deməli 56, 5 yadda, 14, 5 yadda, 19, 1, 7, bir də yadda 8. Bu da digər pendirə verdiyi pul. İndi bu ikisini də birlikdə toplayırıq. Ümumi məbləği tapırıq. 5-dən 6, 11, 9-dan 3, 12, bir yadda 13. Vergülümüzü qoyaq. 4-dən 8, 12, bir də yadda 13. 13,31 C variantı. Növbəti məsələyə baxaq. Əriyin yarım kiloqramı 2 manat 50 qəpik, bananın 250 qramı 75 qəpikdir. 8 kiloqram ərik, 6 kiloqram banandan neçə manat bahadır? Deməli, yarım kiloqramı bu qədərdirsə, 1 kiloqramı tapmaq üçün nə edirdik? Yəni, yarısı budursa, 2-yə vururuq. 250-ni 2-yə vururuq. Bu eləyir 500 qəpik, yəni 5 manat. Əriyin 1 kiloqramı 5 manatdır. İndi bananın 250 qramını tapaq. 250 qramı 70, bananın qiymətini tapaq daha doğrusu. 250 qramı 75 qəpikdir. 250 qram bayaq tapmışdıq. 1 kiloqramı neçə hissəsidir? 1000-də 250 bərabərdir 4-də 1-ə. Deməli, 4-də 1-i 75 qəpikdirsə, biz 75-i 4-ə vurub 1 kiloqramının qiymətini tapırıq. Bu da eləyir 300, yəni 3 manat. Biri 3 manatdır, biri 5 manatdır. 5-dən 3'ü çıxmayacaq, çünki fərqli kiloqramlardadır. Əgər hər ikisinin eyni kiloqram olsaydı, hər ikisi 8 kiloqramını sorursaydı, əvvəlcə çıxıb sonra 8-ə vurardıq. Amma fərqli çəkiləri soruşduğuna görə hər birini tapmalıyıq. Ərikdən 8 kiloqram almalıdır, 5 manatdırsa 5'i 8'ə vururuq, çıx. Banandan 6 kiloqram almalıdırsa, o da 3 manatdırsa kiloqramı, altında 3'ə vururuq. 5'dən 8, 5'i 8'ə 40, altını 3'ə 18. 40'dan da 18'in çıxanda eləyir 22 A variantı. 4 kiloqram yağın qiyməti 70 manatdır. 2,6 kiloqram yağ alan alıcı nə qədər pul ödəməlidir? Biz 1 kiloqramının qiymətini taparıq.
4 kiloqramı 70-dirsə, 70-i 4-ə bölməliyik. Bunun üçün qəpiyə çevirərik ki, bölə bilək. 70 qəpik 7000 qəpikdir. 7000-i 4-ə böləndə neçə eləyir? 7-nin içində 4 bir dəfədir. 30-un içində 7 dəfədir. 20-nin içində 5 dəfədir və orada da 0 qalır. 1750 qəpik. Və bundan bu 1 kiloqramının qiymətidir. Bundan da 2,6 kiloqram, yəni 2600 qram alır. Deməli biz bunu da 2600-ə vurmalıyıq. 1750-ni vurmalıyıq 2600-ə. Elə 26-ya vuraq. Sonra sıfırları gələrik. 30, 3 yadda. 42, 3 yadda 45. 6, 4 yadda 10. 2-yə vuraq. 10, 15, 3. Toplayaq. 5, 5, 4. Bu sıfırı gəlirik. 26'ın yanındaki 2 sıfırı da gəlirik. Ne kadar oldu bu? Ne çok sıfırımız oldu. Biz grama çevirmişdik. Ona göre böyle çok sıfır alındı. İndi kilograma çevirsək 3 sıfırı silərik. Qəpiyi də manata çevirsək bu qədər qalır. 45 tam, mində 50. Bunda kəsirlə 45 tam, bunda 5 eləyir. B variantı. Yeganə bir çörək və 5 kiloqram alma alıb 9 manat pul ödədi. 1 kiloqram almanın qiyməti 1 manat 50 qəpik, bir çörəyin qiyməti 50 qəpik olarsa, o neçə çörək almışdım? Deməli, bizə almanın qiymətini verib və deyir ki, 5 kiloqram alıbdım. 1 manat 50 qəpiyi qəpiyə çevirsək 150 qəpikdir almanın qiyməti və 5 kiloqram alıbsa 5-ə vururuq. Bu eləyir 750 qəpik. Ümumi 9 manat pul ödəyibdi. Yəni 900 qəpik. 900-dən də 750-ni çıxırıq. Qalanını da tapırıq ki, çörəyə verib 150 qəpik. Və çörək də 50 qəpik olarsa 150-ni də 50-yə bölürük. Tapırıq ki, 3 çörək almışdı. Aysu 5 kiloqram armudun pulunu 6 kiloqram nar ala bilir. O aldığım nar üçün 15 manat vermişsə 1 kiloqram armud 1 kiloqram nardan neçə qəpik bahadır? Aldığı nar üçün 15 manat verib. Və 6 kiloqram nar alıb bilirsə 1500-ü 6-ya bölürük. Yəni qəpiyə çevirib 6-ya bölürük. 2 dəfə, 5 dəfə 250 qəpik eləyir. Biz nəyi tapdıq? Narın 1 kiloqramın 250 qəpikdir 1 kiloqramının qiyməti. İndi armudun qiymətini tapaq. 15 manata da 5 kiloqram ala bilir. Bunu da qəpiyə çevirərik. Hər ikisi qəpi ilə olsun. Bu da edir 300 qəpik. 300-dən də çıxırıq 250-ni. Biri digərinə nə qədər bahadır onu tapırıq. 50 qəpik. Bunda 50 qəpik də qəpi ilə soruşmuşdu. Heç nə çevirmirik. Rəsulun 80 manat pulu var. Bu onun almaq istədiyi velosipetin qiymətinin 3də 2 hissəsi qədərdir. Rəsulun həmin velosipeti almaq üçün neçə manat pulu var? Çatmır daha doğrusu. Deməli, velosipetin qiymətinin 3də 2 hissəsi 80-dirsə, biz tapırıq ki, hansı ədədin 3də 2 hissəsi 80-dir? Tapmaq üçün 80-i 2-yə bölüb 3-ə vururuq. 2-yə bölündə 40, 3-ə vuranda 120. Velosipetin qiyməti 120-dirsə, Rəsulun da 80 manatı varsa, 120-dən də 80-i çıxıb tapırıq ki, 40 manatı çatmır. Bəli, bu da son məsələmiz idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.